مخلوق بمحض فضل. Tapın görün, mən burada nə bişirəcəm. Əlbəttə ki, yenə də bulka hazırlayıram. Daha doğrusu kətə eləyəcəm. Bu yaxınlarda sizə göstərmişdim necə kətə eləmişəm. Çox ləzzətli, yumuşaq pambıq kimi, elə bil ki, onu çuda-peçkadan almısan. Çox qəşəng bulçikalar alındı və bizdə 2 gün ərzində yeyildi, qurtardı. Çünki ləzzətli idi. Uşaqlar 2-2 daşıyırdılar. Özüm də çox bəyəndim necə alındı. Aşağı düşürdük, həyətdə Elnurla işləyirdik, çay hazırlayırdım və yanında bu bulka ilə çox qəşəng də gedirdi. Xəmir artıq 2 dəfə məndə qalxdı, mən onu təzədən yatızdırmışam və indi ondan işləyəcəm. Bu načinkadır, deməli burada qoz, şəkər və kakao əlavə eləmişəm. Belə. Və bunu eləyəcəm özüm üçün. Uşaqlar tvaroqla xoşlanmırlar. Deməli burada tvaroqdur, şəkər və biraz kişmiş əlavə eləmişəm və buzluqda məndə vişnələr var idi. Vişnəni belə xırda doğramışam və bura əlavə elədim. Görürsüz, rəngi də dəyişilib, belə qırmızı, ağlı belə oldu. Belə bu çox ləzzətli olacaq, dadlı olacaq. Vatruşki deyilir həmən o bulkaya. Uşaqlarım xoşlamır şeylə, tvaroqla, amma mən çox xoşlayıram. Ona görə özümə hardasa 5-6 dənə eləyəcəm. Tvaroq əgər qalsa, qoyacağam soyuducuya, səhər zavtraq eləyəndə bundan səhər yeyə biləcəm. Vəssalam. Yəqin ki, sizi üçün çəkməyəcəm, necə eləyirəm. Çünki elə bu yaxınlarda düzəltmişdim, dedim bezdirici olmasın. Eyni kadrlar bezdirir adamı, ona görə bu dəfə sizə göstərməyəcəm. Hazır olan vəziyyətini göstərəcəm. İşim. Belə. Nəysə, mən başlayayım, vaxt gedir. Hələ bunu hazır eləyəndən sonra haradasa yarım saat dincəlməlidir, yenə şişməlidir. Ondan sonra duxovkaya göndərəcəm. Bir bu xəmirə baxın, görün nə qəşəng şişib. Hətta hər yerdə belə nə deyirlər buna? Havada, görürsüz necə havalar var içində. Deməli, xəmir çox qəşəngdir və yenə də bulçikalar çox yaxşı alınacaq. Mən birinci partiyanı eləmişəm, bir də qoydum bura, kətə hazırdır. Biraz dincəlsin, biraz şişsin, ondan sonra yumurtanın sarısından üzərindən gedəcəm və duxovkaya göndərəcəm. Bu isə ikinci xəmirdir, ondan işləyirəm. Birinci partiya artıq gedir duxovkaya. Duxovkanı yandırmışam 180 dərəcəyə. Yəqin ki, hardasa 40 dəqiqə bəs eləyər. Çox qəşəng şişdilər və üstünə yumurtanın sarısından getmişəm. Bu birinci partiyadır, gedir duxovkaya. Buna baxın, nə qəşəng kölgə düşür, gün batır deyə. Çox qəşəng görsənir və burada məndə deməli tvaroqla olan bulkalar olacaq. Bunları belə kəsdim, forma eləmişəm və indi sonra göstərəcəm necə načinka içinə dolduracağam. Hələ ki, qoy biraz şişsinlər. Bunu isə göndərirəm duxovkaya. Bu mənim birinci partiyamdır. Duxovkanı yandırmışam 180 dərəcədə. Yəqin ki, bu hardasa 40 dəqiqə ya 35 dəqiqə baxarıq da neçə dəqiqə çəkəcək. Tvaroqlu bulka üçün artıq xəmir qəşəng şişdi. Proteini belə qoymuşam və indi belə ortasını belə əzirəm. Qəşəng, səliqəli. Qıraqları saxlayıram ki, naçinkam tökülməsin. Çünki bu şişəcək axı. Duxovkada olanda qəşəng şişəcək və naçinka tökülməsin deyə qıraqları belə saxlayıram və sonra onu yumurtanın sarısından üstündən gedəcəm və belə bura ortaya tvaroqla olan naçinkanı qoyuram. Birinci dəfədir belə hazırlayıram. İnşallah ki, yaxşı olacaq. Tvaroq tökülməyəcək. Köpdükcə bu xəmir qalxdıqca inşallah ki, tvaroq dağılmaz. Dağılsa çox pis olacaq. Və keçirəm növbəti bulçikaya. Belə ortanı qəşəng əzirəm. Bu qozdur. O birindən buna düşmüşdü. Qoz şeylərdir bu. Qara şeylər. Qozdur. Belə ortanı qəşəng əzirəm, qıraqları saxlayıram. Bu arada uşaqlar
gəlib tvaroqlu naçinkanın dadına baxıblar və çox bəyəndilər. Dedilər ki, bu çox dadlıdır. Deyirəm, bəs mən sizə deyirəm ki, bu çox dadlı bir şeydir. Niyə yemirsiniz? Amma indi yəqin ki, ağızların dadı dəyişilir də. Uşaqlar böyüdükcə biz nəyi xoşlayırıq, onlar da artıq xoşlamağa başlayırlar. Belə. İnşallah ki, bu bulkanı da yeyərlər. Amma yeməsələr, eyb yox, mən yeyərəm. Çünki mən çox xoşlayıram tvaroqla olan bulkanı. Bunu da belə ortanı qəşəng əzirəm. Çox yaxşı şişdi bu xəmir. Bu yumrunu nəlbəki ilə kəsmişəm. Özüm səliqəli belə kəsə bilməzdim. Ona görə nəlbəki ilə kəsdim. Bir dənə belə listi yaydım. Çox da nazik yaymamışam. Biraz belə nazik elədim, bircə damcı. Sonra nəlbəki ilə ortanı kəsdim. Все, oldu belə forma. Forma qalxandan sonra indi içini doldururam belə naçinka ilə. Mənə elə gəlir ki, burada cürbəcür naçinka eləmək olar. Hətta pavidla da eləmək olar. Məndə kişmiş çox olsaydı, kişmişi daha çox əlavə eləyərdim. Bunu indi saxlayacağım. Qoy biraz şişsin. Dincəlsin biraz. Ondan sonra bunu duxovkaya qoyacağım. İndi hal-hazırda ikinci partiyanı qoymuşam duxovkaya. Birinci partiya hazırdır. Deyə baxın, necə də gözəl alındı. Elə bil ki, çüdəpeçkadakı kimi çox qəşəng. İçində naçinka da qəşəng əridi. Yağla, bir də şəkər qarışıb bir-birinə və qəşəng soçnu olacaq. Hələ ki, bunun üstünü açıq saxlayıram ki, biraz soyusun. Çünki elə indicə duxovkadan çıxartmışam. Biraz soyuyandan sonra üstünü bağlayacağım. Belə, burada axırıncı qaldı. Bunun da içini doldurum və saxlayayım biraz. Duxovka boşalana qədər bu biraz dincəlsin. Sonra duxovkaya göndərəcəm. Qıraqlarını yumurtanın sarısından gedəcəm. Belə, inşallah ki, yaxşı olacaq. Tvaroqlu bulkalarım artıq hazırdır. Görün necə də gözəl və apetitli görsənir. Yumuşaqdır, pambıq kimi. Hələ ki, burada dursun. Sonra bunları hamısını qoyacağım bura və üstünü dəsmalla bağlayacağım. Çox qəşəng və dadlı görsənir. Görüm uşaqlar bunu yeyəcəklər, yoxsa yox. Amma mən artıq bunu yemək istəyirəm. Sadəcə biraz gözləyim ki, birazca soyusun. Mən yarpaq aldım. Kilosu 5 manata. Qəşəng yarpaq yumuşaqdır. Həm böyükdür, həm də ki, belə nazikdir də. 1 kilo almışam. 1 kilosu 5 manata idi. Daha gözləyə bilmədim qiymətin düşməyini. Elə bilirəm ki, birazdan vəbşi yoxa çıxacaq. Ona görə dedim, alım 1 kilo. Görüm nə qədər çıxacaq. Mənə elə gəlir ki, bu qədər 5 banka tutacaq. Hələ ki, 3 dənə gətirmişəm. Burada məndə var idi evdə. Az olsa aşağı düşərəm. Birinci mərtəbədən gedib ikisini də gətirərəm. Nəysə, başlayayım bunu bağlayayım. Qapaqlarım məndə keçən ildəndir, amma yaxşıdır da görürsünüz, paslanmayıb, yaxşı qapaqlardır. Sadəcə bununla bağlayandan sonra qıraqlarını skoçlayacağım.
Bankaları artıq bağladım. 5 dənə çıxdı. Mən bilirdim. Çünki hər il bağlayıram. 1 kilo alanda yarpaq 1 kiloya 5 dənə belə banka çıxır. Heç nə qatmıram, nə duz, nə su, heç bir şey. Sadəcə yarpaqları bükürəm, qoyuram üst-üstə və все. Sonra axırda qapaqla bağlayıram. Təzə qapaq olanda skoçsuz eləyirəm, amma köhnə banka olanda skoçla bağlayıram ki, hava keçməsin. Vəssalam. Bu hələ ki 5 dənə. Əgər yenə yarpaqları görsəm, alaram və yenə 5 banka bağlayaram. 10 banka bizə qışa bəs eləyəcək. İndi bunları aparım birinci mərtəbəyə. Və все. Bazara getmişdim və 2 kilo ərik götürmüşəm. Amma çox heyf ki, cibimdə pulum yox idi deyə cəmi bircə dənə manat qalmışdı. Getdim tərəvəz, meyvələr çoxlu aldım və cibimdə bircə manat pul qaldı. Biraz qabağa gedəndən sonra gördüm ki, Spasibo Murad. Gördüm ki, ərik 50 qəpiyə satılırdı, amma əziyi, üzüyü, nə bilim, belə yaralı deyildi. Hamısı qəşəng idi. Sadəcə biraz yumuşaq idi, biraz. Dedim alım, tez şey eləyim, evə aparım, pavidla hazırlayayım. Mən bilirdim ki, bu il ərik çox ucuz olacaq və elə də oldu. Götürdüm 2 kilo, indi bunu tez şəkər əlavə eləyim. Murad tərəzi gətirdi. İndi bunu çəkəcəm, görüm nə qədərdir. Burada 2 kilo olmuşdu, təmizlədim. Bunları aparıb indi bir dənə deşiyi açacağım çöldə, hamısını içinə bastıracağım. Bəlkə bir ağac çıxacaq. Düzdür, bizdə ərik ağacımız var, amma yenə də olsun. Qoy həyətdə meyvə ağaclarımız çox olsun. Belə. İndi bunu bir dənə paketə döküm. Hamısını çəkim, görüm nə qədərdir burada və birə-bir şəkər qatacağım. Şəkəri qarışdırdım. To есть əlavə elədim və biraz qarışdırdım oradan buradan ki, biraz tez suyu versin. Əlavə su heç nə qatmıram. Belə saxlayacağım hardasa bir yarım saat, 40 dəqiqə belə dursun. Biraz su dibində olan kimi başlayacağım onu bişirməyə. Bişireyim, axırda da blenderla əzəcəm hamısını. Ərik qəşəngdir, çox şirindir. Mən artıq onun dadına baxmışam. Eləyim, görüm neçə banka olacaq. Yenə əgər qabağıma belə ucuz çıxsa, yenə alacağım və bağlayaram. Çünki qışda pavidla çox kömək eləyir də, şirniyyat hazırlayanda, ya da ki, buluşka eləyəndə, səhər yemək, səhər zavtraq eləyəndə də çörəyin üstünə yağla pavidla eləyirsən, çox qəşəng olur, uşaqlarım xoşlayır. Belə, nəysə, bunu indi saxlayayım, qoy biraz reaksiya getsin, su versin və ondan sonra başlayayım pişirməyə. Bura əlavə su eləmirəm. Pavidla demək olar ki, artıq hazırdır. Mən istəyirdim bunu blenderla üstündən gedim, amma heç ehtiyacı yoxdur. Çünki hamısı baxın belə kaşa halına gəlib. Bir banka sirop çıxdı, görürsünüz, bir banka su çıxmışdı bunun, əriyin. 1 qram belə su əlavə eləməmişdim, bu öz soku çıxmışdı. Belə. Artıq demək olar ki, hazırdır, qaynamışdı bu. Sonra altını biraz azaltdım, sonra altını tam söndürdüm, biraz soyudu. Təzədən indi ikinci dəfə qoyuram qaynamağa, amma daha ehtiyac yoxdur. Gedim bankaları hazırlayayım. Mənə elə gəlir ki, hardasa burada 5 dənə 750 qramlıq banka çıxmalıdır. Belə, çox qəşəng iyi gəlir evdən. Lap belə indi istəyirəm çörəyin üstünə yağ eləyim və üstündən də bu pavidla. Çox xoşuma gəlir ərik pavidlası. Mütləq yenə əgər mən belə ucuz qabağıma rastlaşsam əriklə mütləq alıb və yenə də eləyəcəm. Siz elə bilirsiniz ki, mən dözə bildim? Əlbəttə ki, yox, dözə bilmədim. Getdim özümə 2 dənə belə çörək eləmişəm. Qara çörəyin üstünə yağ və üzərinə pavidla elədim. İsti, qəşəng, sveji çay və gedim ləzzətli bunu yeyim. Kitabları səliqəyə salmalıyam, çünki bugün biz onları təhvil verəcəyik. İndi hamısını gətirmişəm bura. Bu ancaq Ceyranın kitablarıdır.
Bunları səliqəyə salacağam. Abloşkanı çıxardacağım və əgər hardasa içində yazı zad varsa, hamısını silmək lazımdır. Amma biz Ceyranla kitabda yazmırıq, sadə karandaşla, yəni işləmirik. Belə. Ona görə bilirəm içində heç nə silmək lazım deyil. Sadəcə baxacağım harda cırığı zadı varsa, əgər onun skoçlayacağam. Burada artıq bizə belə kitab veriblər. Qırağını belə skoçlayıblar, kağız skoçla. Belə. Məncə Ceyranın belə cırıq kitabı yoxdur. Biz səliqəli istifadə eləyirik. Mütləq abloşka eləyirəm ki, kitab cırılmasın. Nəysə, bunları indi səliqəyə salım və bir dənə paketə qoyacağam. Məktəbə aparmaq lazımdır.